Türkiyənin o vaxtki prezidenti Abdullah Gül İrəvanda olanda görünməsin deyə Çernakaberdin söhbət qondarma soyqırım abidəsindən gedir. İşıqları söndürülmüşdü. Bunu Ermənistanın Hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatı Alxaz Qazaryan ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan möhrdən Ağrı Dağı simvolunun çıxarılması ilə bağlı keçmiş Xarici İşlər Naziri Vardan Oskanyanın son açıqlamalarını şərh edərkən deyib. Oskanyan Ermənistana giriş-çıxış üçün pasport möhründən Ağrı Dağının təsvirinin çıxarılması mövzusuna toxunub və böyük narahatlıq ifadə edib. Sual yaranır. Ermənistan Türkiyə futbol maçı zamanı Ermənistan millisinin formasının emblemindən Ağrının şəkli silinəndə və oyun zamanı Hrazdan stadionundan oyunu izləyən Türkiyənin o vaxtki prezidenti Abdullah Gülün həmin simvolları görməməsi üçün Çernakaberdin işıqları söndürüləndə o narahatlıqdan var idi. Qazaryan sosial media hesabında yazıb. Vardan Oskanyan bundan əvvəl Ermənistan hökumətinin müvafiq qərarını tənqid edib. İrəvanın qərarını tarixi səhv adlandıran sabiq nazir iddia edib ki, Ağrı Dağı Türkiyə ərazisində yerləşsə də Ermənistana məxsusdur. Ağrı Dağı Türkiyə ərazisində yerləşir və bu ölkənin suveren ərazisidir. Bu ölkənin ən hündür dağıdır. Ermənilər illərdir Türkiyənin bu ərazisinə əsassız iddialar irəli sürürlər. Bu iddia Ermənistan konstitusiyasında da öz əksini tapıb. Burada Azərbaycana qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bunu əsas gətirərək yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistandan konstitusiyanın bu hissəsinin dəyişdirilməsini tələb edib. Xatırladaq ki, Abdullah Gül 2008-ci il sentyabrın 6-sında İrəvana səfər edib. Səfər zamanı o vaxtki erməni həmkarı Serj Sərkisyanla birlikdə futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşan Türkiyə və Ermənistan milli komandalarının oyununu izləyib. Serj Sərkisyan bundan sonra Türkiyəyə cavab səfərinə gedib. Qarşılıqlı səfərlər o zaman Ankara və İrəvan arasında münasibətlərin normallaşması cəhdləri çərçivəsində baş tutmuşdu.